الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا وسيدنا محمد مصطفى صلى الله عليه وآله وأصحابه أجمعين ومن والاه. الحمد لله أول والآخر والظاهر والباطن خلق فسوى وقدر فهدى بيده ملكوت كل شيء وهو يجير ولا يجار عليه. أحمده سبحانه وأشكره وأتوب إليه وأستغفره وأشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله بعث الله بين يدي عساة بشرا ونذيرا وداعي إلى الله بإذنه وسراجا منيرا فصلوات الله وسلامه عليه وعلى آل بيته الطيبين الطاهرين وعلى أزواجه الأمهات المؤمنين وعلى أصحابه والتابعين ومن تبعهم بإحسان إلى يوم الدين. Hörmətli mümin müsəlmanlar, inşallah Rabbimiz Allah bik əhammiyyətli, həm fazilətli bulğan cümə saatlarımızı mübarək etsin. Barcha aləmləri mutanvar qılıb, həm türlü nimətlərlə nimətlendirib turuşu bəndələrimizni Allah Rabbimiz şiksiz rəhmətlərimizə həmində hər vaxt duada layiq. Aləmlərinə rəhmət üçün cibirilən bizə Peyğəmbər Muhammed Mustafa sallallahu aleyhi və səlləmə şin gönüldən çıxan salavat sayıqlarımız, dualarımız yürüsəydi. Yerə tam yaxın yerlərdən, cümə vaxtlarımızda birdən bulu, niyyəti bilən kilgən hər mümin müslüman kişisinə cümğağa, namazda gəlib, izgə tiləklərini, xam niyyətlərini Allah Rabbimiz qəbul qılsın. Hörmətli müsəlmanlar, barlıq günlərinin sultanı bulğan izgə cümğa beyləni barçamızda da mübarək həm xeyirli olsun. Allah subhanahu və ta'ala günlərimizə, canlarımızla tanışlıq, günlərimizə isənlik sağlıq verib, günlərimizə tavfiq hidayət verib, xeyr qoysamızla xeyirli həm bərəkətli turmuş nasib etsin. Müqəddəs bulğan gününə ixlas gündən izgə qəməl ibadətlər qılıb, Allah'tan iksiz rəhmətinə barçamızға da erişirgə nasib olsun. Allah subhanahu və ta'ala şu məqlub cizində edən duaların biz kişilərdən özünün zor hikmət bilən, türlü qiyafətdə, türlü tildə oluşuşu edib barlıqqa getirdi. Allah subhanahu və ta'ala izgi Kur'an-ı Kerim'de bulay deyip eyler. Eûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhan nas, inna khalaqnakum min zekarin ve untha ve cealnakum şu'uban ve qabaila lita'arafu. İnna akramakum 'indallahi atqakum. İnnallaha alimun khabir. Ey Ədəm qalanları, biz sizni ilk və xatın etib barlıqqa getirdik. Sizdən tarmaqlar və türlü qabilələr buldurduq. Bir-birinizni hürmət etib, yenə şulay qardaşlıq münasibətlərini nığıdıb, o'zaro yaxshi muomalarda ham yaxshi munosabatda bo'lish uchun, oralaşu uchun, do'stlashish uchun, yana shulay birlikdə Allah qarşısında hürmetke layık olan kişiler günahlardan baş tutuşu arlandırdı. Hakikatte Allah Teala sizden kılgan bütün amellerini bölüştürdü. Biz eden bağların indi millet vakili bulubuzuna koysa jirlikte tulubuzuna yana şulay indi tilde hamindi tüste bulubuzuna soylamadık. Bunlar barısında Allah subhanahu wa ta'ala bizden yana şulay bizə verilən ilk əhammiyyətli, həmin zor böləklərin birisi. Bizim izgi buluşumuz Allah Teala'ya şükür qılıb, rəhmət eytib, bilən şu zor böləklərin qədərlə saqlaq qalıb. Həmində mühim bulğan nimətlərin birisi, şu nimətləri birisi rəhmətə layıq Allah Teala'ya yalvarıb, dua qılıb yaşarıq. Barlıq hikmət bizim tuğan dilimiz bilən, birlikdən yana şulay əxlaqi yaxdan, ədəbi yaxdan qarasaq da, ansı da bir mühim.
Zeyd bin Sabit radıyallahu anh bulay deyip eytken, bir vakit Peygamberimiz Muhammed Mustafa sallallahu aleyhi ve sellem mena Yahud'nın tilin ilerlerge emir ettirdi. Yarda oylan indi bu tilini şundan da iğrendim. Şulay etip tilini iğrenip başlavaş min Yahudilerge hatlar yaza başladım. Hem kelgen hatlarını okup cevaplarına verdim. Bu hadis-i şerif başa sahabe Zeyd bin Sabit radıyallahu anhu emir biru bilen sikli Peygamber Muhammed sallallahu aleyhi ve sellem bizge şundan da indi kursetken, yani türlü tilini bilu haminde onun ahamiyetin. Yani şulay Muhammed sallallahu aleyhi ve sellem rahmet bilen olan İsa'nın nığıtu işin şundan da türlü tillerini bilu bit kurkendi. Hiçsiz tanışu, başka milletinin uzunçelerin bilu, ilenu, fikirleşu, argılaşu ol bit kiremdi. Çift tillerini kubbil, lakin uz tilini unutma. Şu sebeple çift tillerini yenilge başlanışı değil, kişi birinciden elin tilin sihirge, yaratırga, hem bilirge tiyiş. Ondan sonra çift tillerini kub müteli, şu kadar yenilge haklı. Şu tertip saklansa, saf ana tili hem milletin derecesi de saklanır. Ana tilin hürmetli cemaat biz indi unutmayık, hem her vakitte horlukka kaldırmayık. Bu mesele etiyelerge yine hatmeli olaylarına kavmi bütün cemiyette kavuluşlar. Dünyada çok nerse bildim sin tuğan til ortalı. Özünün tuğan tilge merhabetin tatar, halkının büyük şairi Abdullah Tukay ana şulay itip, mağlup itip eyler. Tağın tiline yukarıda ana tili deyip atamağanlar. Gısırlar boyu şit milletler, hem tiller muhitin yaşayıp da öz tillerini saklap gelişi bizim milletlerimiz şaktik bu. Mesela Çin'den de Avustralya'da yaşayan halkımız, haminde şulay olup türlü işmaklarda yaşayışı milletlerimiz onlarla Çin'den de ispatlandırdı. Ayrıca eytirge gerek ihtibarlar Tatar tiline tügül, edebiyat, ahlakiyattan, edebiyattan her vakit bu bizim halkımızda büyük fazileti bulgan hem muhim bulgan evirlerden birisi. Araplarımız Allah dolayı bu kuşakta kişimizin mahluk ikenliğini unutardı. Hem Allah Teala bize ayette Bismillahirrahmanirrahim ve ma halakul cinne vel insa illa liya'budun. Derslikte min cinlerine, hak kişilerine ibadet kılsınlar diye yarattım diye. Her parçamız yaxşı anlarda deyiş. Biz barımız da Allah'ın kulları. Kimlerden kişine, kendisine, yeki milletine varıp bule başlı iken, demek bu tekabirlikinin bir görünüşüdür. Hem onun kişi Allah'ın korkuğuna, haminde gazabından yirak bulurga deyiş. Hem kişi Allah'ın şundan da indi izgi amellerden baş tutmuşudur diye. Allah subhanahu ve teala burayı deyte Bismillahirrahmanirrahim ve a'tasimu bihablillahi cemi'a ve la teferraku. Barınızlar birden bulup Allah'ın orkanına, yani Kur'an-ı Kerim'e hem sünnet amellerge toyanıp yaşarız diye. Ve la teferraku hem ayrılmağız diye. Hiçsiz til, millet, edebiyattan, ahlakiyattan her vakit bu turmuşta bir ahamiyetli, hem faziliyetli bulan eylüllerin birisi. Peygamber Muhammed sallallahu aleyhi ve sellem sunduğu hoş vakitinde garip bulmağın kişiden üstünlüğünde kursetmeydi. Fakat takvalılığına kursetmedi. Şuna göre kimdir mesela garip til bile, İngiliz dilini bile, başka dilini bile
Allah'a şükür. Lekin şu turmuşta, şu dünyada ham şu yerlikte biz yaşayız eken, bizim eng birinchidan bu ana tili öğrenirge, ulanıp yaşarga, ham gururlanıp yaşarga Rabbimiz Allah nasip etsin. Şuay Seyyid Peygamber Muhammed Mustafa sallallahu aleyhi ve sellem onun da bulgan ulug' sahabe-i kiramlar arasında da bu hadis bilen mürsede başka ternedlü de bik mühim. Onlar arasında bik faziletli, ham bik mertebeli bulgan hadis şerifleri başta biz anlayız. Olu haç yılıydı ve İslam dininde milletin birge dost tutup muamele ola ikenligin ispatlı ham biz ana yıl sayın koyarız. Allah Rabbimiz onlardan ülfet mehbet, birbirimizge karata hüküm münasebet, dost tutup bulup yaşayımızını tileyimiz. İslam dininin dürüst etip onlarga ilim, zihin bilip, hayırlı amel kılarga, türlü fitnelerden, uzguş talaşlardan, afetlerden Rabbimiz Allah barçamızda irak etsin. Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu ve semi'un du'a. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiya'i vel mursalin nebiyina ve seyyidina Muhammed Mustafa sallallahu aleyhi ve alihi ve ashabi ecma'in ve men vela. Elhamdülillahi evlil vel ahir ve zahiril vel batin khalaqa feseva ve qaddara fehada. Elhamdülillahi ahyana ba'dama amatna ve ileyhin nushur. Elhamdülillahi meysiril umur ve muqaddariş şumur. La ilahe illallah Muhammedun Resulullah. لا إله إلا الله وحده لا شريك له له الملك وله الحمد يحيي ويميت وهو حي لا يموت بيده الخير إنك على كل شيء قدير اللهم صل على سيدنا محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم في العالمين إنك حميد مجيد وارض اللهم عن الخلفاء الأربعة أبي بكر وعمر وعثمان وعلي وعن سائر صحابة نبيك محمد مصطفى صلى الله عليه وآله وأصحابه أجمعين. اللهم أعز الإسلام والمسلمين. اللهم أعز الإسلام والمسلمين. اللهم أعز الإسلام والمسلمين. اللهم ينزل البركة والنعمة والقدرة. اللهم افتح لي أبواب رحمتك. اللهم إنك عفو كريم تحب العفو فاعف عنا. اللهم في المؤمنين والمؤمنات والمسلمين والمسلمات والأحياء منهم والأموات. ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار. Уважаемые знаверцы, все мы знаем, что пророк Мухаммад в одном из своих изречений сказал: «Не уверует никто из вас полноценно до тех пор, пока не будет желать своему брату по вере того же, чего желает самому себе». Мы понимаем, что здесь и про намерения, и про слова, и про видение, язык общения. Все в совокупности пророк Мухаммад в одном хадисе нам рассказал. И дай Аллах тогда, чтобы мы смогли держаться, как Всевышний говорит: «Ва'тасиму бихаблиллахи джами'а ва ла тафарраху», держаться одной ветви Кур'ана и Сунна. И, конечно же, уповать на милость Всевышнего. Вассаляму алейкум ва рахматуллахи ва баракатуху ва акимус салям.